Salam, hər vaxtınız xeyir uşaqlar. Bu dəfəki dərsimizdə də çox atomlu spirtlərlə bağlı test tapşırıqlarının həllinə baxacağıq. 1. Butandiol 1,3 molekulunda butan 4 karbon çəkdik. Diol 1,3, yəni 1 və 3-cü karbon atomunda OH qrupları var. Bu oldu butandiol 1,3-ün quruluş formulu. Neçə ikili karbon atomu var? İkili karbon, bir karbon 2 karbon atomuna birləşənə deyilir. Bunlardan biri CH2-dir. Çünki bunun solunda və sağında karbon atomu var. İkili karbondur. Bir də CH-dır. Çünki CH-ın da solunda bir karbon, sağında bir karbon var. Deməli, butandiol 1,3 molekulunda 2 ədəd ikili karbon atomu var. Yəni A. İkinci misala baxırıq. Hansı maddənin natrium OH-ın suda məhlulu ilə qarşılığı təsirindən 2 atomlu spirt alınır? Doymuş bir atomlu spirtlərdə də öyrənmişdik ki, qələvirin suda məhlulu götürəndə spirt almaq istəyiriksə, halogenli birləşmələr olmalıydı. Bizdə indi 2 atomlu spirt alacaqsa, deməli halogen 2 ədəd olmalıdır. Bu da A variantında var. 1,2 dixlor etan. 3. 2 atomlu doymuş spirtlərin ümumi formulu. 2 atomlu spirtlərin formulu CnH2nOH2 idi. N də 2-dən başlayırdı. Yəni, cavab olacaq B variantı. 3 atomlu spirtlərin ümumi formulu CnH2-1 OH3 idi. N də 3-dən başlayırdı. Cavab olacaq D variantı. Hansı maddə ilə etilen qlikolu etil spirtindən fərqləndirmək olar? Etilen qlikol 2 atomlu spirtdir. Etilen qlikol CH2, CH2, OH. Amma etil spirti C2H5OH idi. 2 atomlu spirtlərlə 1 atomlu spirtlərin mühüm kimyəvi xassəsi mis-2 hidroksidlə reaksiya getmək idi. 2 atomlu spirtlər mis-2 hidroksidlə reaksiya gedir, amma 1 atomlu spirtlər mis-2 hidroksidlə reaksiya getmir. Yəni, fərqləndirən maddə C variantı olacaq. 6-cı misalda da eyni şeyin əksini soruşur. Hansı maddələrə, hansı formula malik maddələri mis-2 hidroksidlə təyin etmək olar? Bu da çox atomlu spirtlərə aiddir. Çox atomlu spirtlər təzə çöktürülmüş göy rəngli mis-2 hidroksid çöküntüsü ilə parlaq göy rəngli məhlul əmələ gətirirdi. Bunu nəzəri olaraq qaydada keçmişdik. 7-ci misal 2 atomlu spirti göstərin. Yəni, OH-ı 2 ədəd olan, bu da olacaq, baxın, C variantı. Burada 2 ədəd OH qrupu radikala birləşib. Doymuş 2 atomlu spirtlərin ümumi formulunu göstərin. Doymuş 2 atomlu spirtlərin formulunu baxın, burada göstərmişdik. Bax, bu hissədə göstərmişdik 2 atomlu spirtlərin formulunu. Bunu həm də necə yaza bilərik? Yazarıq CnH2n plus 2O2 kimi. Yəni, mötərizəni atarıq burada mötərizəni. Hidrogen 2-nin üstə gəlir 2 olar, oksigen də 2 ədəddir. Yəni, hər iki formul doymuş 2 atomlu spirtlərin formuluna uyğundur. Biri 2 olacaq cavab, buradan da 3 olacaq. Yəni, 2-3 B variantı. 9. Eyni sayda karbon atomu olan doymuş 2 atomlu alifatik spirt molekulunda. Doymuş, demək, 9-cu misalı yazırıq. 2 atomlu alifatik, yəni açıq zəncirli spirt, yəni CnH2nOH2. Atomların sayı hansı formulla tapılır? Atomlar CnH2n-dəki atomlar 3n, OH-ın da içərisindəki atomlar 2-yə də vuranda eləyəcək 4. Yəni B variantı. 10-cu sual. Doymuş 2 atomlu spirtin 6,2 qramı da 3,2 qram oksigen var.
Doymuş 2 atomlu spirtin formulunu CnH2n OH kimi yazsaq, bu spirtin molekulunda 2 oksigen atomu var. Bizə deyir ki, spirtin 6,2 qramında 3,2 qram oksigen var. Oksigen olacaq 2 vur 16. Doymuş 2 atomlu spirtin ümumi formulunda emir 14N plus 34 idi. 14N alkendən, CnH2-dən gəldi. OH 17, 2 qramda oldu 34. Tənasib qurduq. Deməli, vergülləri hər ikisindən atsaq, 32 ilə 6, bu 32 xısa qədər yuxarıda, bir aşağıda bir heçdən qalmadı daha doğrusu. Onda olacaq 14N üstəgəl 34 bərabər ilə 62. 14N bərabər 28, N də bərabər 2 olacaq. Karbon atomların sayı olacaq D variantı 2. 11-ci testə baxaq. Doymuş 2 atomlu spirtin natriumla reaksiyasından 0,1 mol hidrogen alınıb. Deməli, doymuş 2 atomlu spirtlərin natrium ilə reaksiyasından 1 mol H2 əmələ gəlirdi. Qısa yazmaq olar belə. 1 atomlu spirtdən də 0,5 H2 ayrılırdı. 3 atomlu spirtin 1 molundan da 1,5 mol H2 ayrılırdı. 7,6 qram spirt verilib, 0,1 mol hidrogen əmələ gəlib. Spirtin molyar kütləsi, yəni emiri 14 plus 34 yazmışdıq. Yuxarıda hidrogen də oldu, burada 1 mol. Tənasib qurduq, vergülləri atdıq. 14N plus 34, bunlar getdi, qaldı 76, 14N bərabər 42, N də olacaq 3. Neçə karbon atomu var? 3 karbon atomu var. 12. Hansı reaksiya ilə etilen glikol alınır? Etilen glikol 2 atomlu spirt idi, yəni CH2, CH2, OH. Hansından alınır? Şimdi bizə tanış olan bax reaksiya var burada. Üçüncü reaksiya. Üçüncü reaksiyada etilen var. Etilenə su əlavə edəndə əmələ gəlirdi etil spirti. Biz etilen glikol 2 atomlu spirt axtarırıq. Deməli 3 olmadı. D, Y variantları olmadı. Birinci reaksiyamızda isə tanış gələr alkinlər dərsindən. Alkinlərdə asetilin su ilə reaksiya daxil olanda sirkə aldehid alınırdı, Kucherov reaksiyası. Bu da 2 atomlu spirt deyil. Birləri də atsa, qalır onda A variantı yalnız 2. Yalnız 2-də nə var? Etilen oksid. Etilen oksidin üzərinə su əlavə edirdi. Bu reaksiya ilə etilen glikolun alınmasını dəstə keçmişdik. Alınırdı CH2, CH2. Rabitə buradan qırılırdı. H-ın bir oksigenə birləşəndə bunu edirdi OH. Bir OH da bax buradan qaldı. O biri karbona birləşəndə etilen glikol əmələ gətirir. Cavab oldu yalnız 2. 13. Hansı sırada yalnız çox atomlu spirtlər verilmişdir? Yəni OH-ları 2 və 2-dən çox olanlar. A variantında OH-ın biri burada var, biri də burada var. Bu 2 atomlu spirtdir. Sonra OH bir burada var, biri burada var, biri də burada. Bu 3 atomlu spirtdir. 2 OH qrupu da burada varsa, bu da 2 atomlu spirtdir. Elə A variantı çox atomlu spirtləri göstərilmiş. 14. 4-ü burada yazaq. Hansı maddələr kuprium OH2 ilə reaksiya daxil olur? Kuprium OH2 dərsdə öyrənmişdik. Çox atomlu spirtlərin təyinində istifadə olunur və bir atomlu spirtlər kuprium OH2 ilə reaksiya daxil olmur. 3 bir atomlu spirtli bu olmaz. 1 çox atomlu spirtli olar. 3 olan variantları ataq. Qaldı 1, 2 ilə 1. 2-də var qarışqa turşusu. Qarışqa turşusu bu da mis-hidroksid əsas. Əsasdan da turşu həmişə reaksiya daxil olub. Hələ biz bunun biraz başqa formasında öyrənəcəyik turşular dərsində. Amma əvvəldən də bilirdik ki, qeyri-üzü kimyadan əsaslarla turşular qarşılıq təsvir olub duz və su əmələ gətirir. Burada fərqli bir reaksiya olacaq, amma bu sonranın işidir. Yəni cavab 1-2 olacaq.
15. 15'ə qaydaq. Hansı maddə ilə çox atomlu spirtləri bir atomlu spirtlərdən fərqləndirmək olar? Çox atomlu spirt dedik ki, bir atomlu spirtdən fərqli olaraq mis hidroksidlə reaksiya daxil olur, parlaq göy rəngli məhlul əmələ gətirir, yəni D variantı. 16-da etilin qlikol 2 atomlu spirtdir, butanol 1 atomlu spirtdir. Bunları fərqləndirən maddə yenə də mis hidroksid olacaq. 17. Hansı spirtin bir molunun artıq miqdarda götürülmüş natriumla reaksiyasından daha çox hidrogen ayrılır? Biz də bilirik ki, natrium, bax, natrium OH-dan, spirtin OH-ından hidrogeni çıxarır, əvəz edir. Nə qədər OH çox varsa, oradan daha çox hidrogen ayrılar. A1 atomlu spirt, B1 atomlu spirt, D1 atomlu spirt, C1 atomlu. Amma Y-də 2 atomlu spirt verilib. Baxırsa 2 dənə OH qrupu var. Demək, buradan daha çox hidrogen ayrılacaq. 18-də yenə daha çox hidrogen ayrılar 1 molundan. Deməli, yenə OH-ların sayı çox olmalıdırsa, cavab B variantı eləyər, çünki 3 atomlu spirtdir. Başqaları 1 və 2 atomludular. 19. Deyir, birləşməni hansı maddələrin birbaşa reaksiyasından almaq olar? Bu birləşmə natriumlarını buradan atsaq, yerdə qalan hissəni yazıram. Deməli, 19. Yerdə qalan hissə CH2O, CHO və CH2O. Bunların yanına hidrogenləri yazanda bu olur gliserin. Deməli, biz gliserinin üzərinə natrium hidroksid əlavə etsək, hidrogenlər OH-dan birləşib ayrılarsa, natrium hidrogenlər yerinə gəlsə, bu gördüyümüz maddə əmələ gələcək. Deməli, məsələdəki maddə gliserin də natrium hidroksiddən əmələ gəlib, amma natrium hidroksidi yoxdur variantda. Təkcə natriumda ola bilər. Çünki natrium bir atomlu spirtlərdən, fərqi yoxdur, 2 atomlu, 3 atomlu spirtlərdən OH qrupunun hidrogenini əvəz edə bilirdi. Yəni, cavab olacaq gliserin və natrium. Natrium burada var, gliserin də burada var. Olacaq 2 və 3, yəni Y variantı. 29-cu misalda yenə baxın, bu hissəni buradan götürsək, solda qalan hissə oldu, gliserindən qalan hissə. CH2O, CHO, CH2O. Yanlarına hidrogenləri qoysaq oldu gliserin. Deməli, maddəmizin biri gliserin olmalıdır. 3. C-də 3 yoxdur. D-də 3 yoxdur. Bunlar ataq. Qalan hissə isə, bax, bu hissəni yəqin görürsünüz. Üçü də eyni hissələrdir. O, deməli, belə yazılıb. CH3, CO. Burada bir OH qoysaq oldu turşu. Turşularla da spirtlər reaksiya edib mürəkkəb fenomenə gətirir. Bax, bu sirkə turşusudur. Sirkə turşusunun OH-ı, spirtin H-ı buradan ayrılandan sonra gördüyümüz maddə əmələ gəlir. Deməli, bu şərtdəki maddəmiz gliserinlə sirkə turşusundan yaranan maddədir. O da olacaq 3 və 4, yəni B variantı. Molekulunda eyni sayda karbon atomu olan hansı sinif maddələrin 1 molunun oksigenlə tam yanmasından en üstəgəl 1 mol su alınır? Əslində biz sizlə üzvü kimya başlayanda alkanlar keçmişdik. Alkanların formulu CnH2+2, alkanları yandıranda n mol karbon qazı alınanda n+1 su əmələ gəlirdi. Yaxşı yazım. n+1 H2O yaranırdı. Bəs indi bu gün də sizdən keçmişik, məsələn, doymuş bir atomlu spirtlər, CnH2+1 OH. Sonra doymuş 2 atomlu spirtlər, CnH2OH2 və CnH2-1 OH3. Şöyle fikir versəniz, alkanların da hidrogenləri 2n üstəgəl 2-dir. Doymuş bir atomlu spirtin də hidrogeni 2n+1 burada var.
bir də OH-da var. Üstəndə bir gələndə bu da olacaq. 2N üstəgəl 2. 2 atomlu spirtin də 2NH-ı burada var. İkisi də burada var OH-ın içərisində. Onda bu da 2N üstəgəl 2 olacaq. 3 atomlu spirtdə 2N çıx 1 burada var. 3 OH-da 3 dənə hidrogen də OH-ın içərisində var. O da 2N üstəgəl 2 eləyəcək. Yəni hidrogenlərinin sayı 2N üstəgəl 2 olanlar N üstəgəl 1 qədər su əmələ gətirəcəklər. N üstəgəl 1 mol qədər. Yəni bu bir alkan da ola bilər. 1 atomlu, 2 atomlu, 3 atomlu spirt də ola bilər. Və cavab olacaq onda doymuş 2 atomlu spirt Y variantı. 1 atomlu spirt də ola bilərdi, 3 atomlu spirt də ola bilərdi və alkan da ola bilərdi. 22. Etilenə kalium perimanganatdan keçirtdik də. Bunu həm də biz alkenlər dərsində keçmişdik. Bir də bunu öyrəndik etilen glikolun alınmasında. Etileni kalium perimanganatın suda məhlulundan keçirəndə etilendəki 2 qat rabitə qırılırdı və hər birinə OH qrupu birləşirdi karbonların. Bu da etilen glikol yaradırdı. 2 atomlu spirt etilen glikol A variantında var. 23. Hansı sırada yalnız spirtlər verilmişdir? Spirt radikala birləşən bir və ya bir neçə OH qrupu olan maddələrdirsə, məsələn, Y variantında burada heç OH qrupu yoxdur. Bu sadə efirdir. D variantının sonuncu maddəsində COOH var. Bu turşuların qrupudur. A variantında da həmin COOH var. Bu da turşuların qrupudur. B variantının da COOH var. Bu da turşulara aid funksional qrupdursa, onda qalır C variantı. C2H5OH, C6H5, CH2OH, aromatik spirt, sonuncu da 2 atomlu spirtlərə aiddir. Yenə 24-də də spirtlər verilmişdir deyirsə, özə yalnız spirtlər verilmişdir. Axtaraq, yalnız spirtlər. B variantının sonunda CHO. Bu aldehidlərin qrupudur. B olmaz. C variantının da HCOH-ında COH var. Bu da aldehidlərin funksional qrupudur. Aldehidlərə aiddir, olmaz. Y variantında CH3O, CH3 sadə efirdir. Bu da olmaz. Qaldıq A ilə D arasında. A variantında fikir verirsinizsə OH qrupu benzol həlqəsinə birbaşa birləşib. OH qrupu benzol həlqəsinə birbaşa birləşən maddələr spirtlərə yox, fenollara aid idi. Anda çıxırıq, onda qalır D variantı. Baxın, D variantının sonuncu maddəsində OH benzol həlqəsinə yox, karbona birləşib, radikala birləşib. Ona görə bu aromatik spirt sayılır. 25. Gliserinə aid deyil. Gliserin şərbətə bənzər şirin dadlı, özlü maye idi. Suda yaxşı həll olurdu. 3 atomlu spirt idi. Mis hidroksidlə reaksiya daxil olurdu və s. Demək, uyğun gəlməyən cavab olacaq D variantı. Çünki mis hidroksid elə çox atomlu spirtlərin xassəsinə aid idi reaksiya daxil olmaq. Amma deyir ki, reaksiya daxil olmur. Amma olur, olmalıydı. Ona görə 25-in D variantı doğru deyil. 26. Propan diol 1,3. Propan 3 karbon. Diol 1,3 deyirsə OH-ın birinci karbona, birində sonuncu 3-cü karbona yazdıq. Ən çoxu neçə hidrogen atomu natriumdan əvəz oluna bilər? Yəni, biz natrium əlavə eləsək, natrium spirtlərin hidrogenini əvəz edirsə, deməli 2 hidrogen atomu əvəz oluna bilər. Yəni D variantı. Bu adından da görsənirdi. Dioldursa 2 dənə OH var. Triol olsa 3 OH var idi. 3 dənəsi əvəz oluna bilərdi. 27. Birinci maddəmiz doymuş bir atomlu spirtlərə aiddir. Doymuş bir atomlu spirt metanol ola bilər, amma etilen glikol 2 atomlu spirtdir, gliserin 3 atomludur, etilen glikol da 2-dir. D, Y variantında qaldıq. Y 3 atomlu spirtdirsə, 3 atomlu spirt gliserin var idisə, cavab olacaq onda Y variantı. 28. X bir atomlu spirt, OH bir dənədir. Bir atomlu spirt gliserin olmaz, 2 atomludur, gliserin olmaz, etilen glikol olmaz. İzopropil bu bir atomlu spirtlərə aiddir.
Y maddəsi 2 atomlu spirtdir. A-da fenol var. Fenol ümumiyyətlə spirt deyil. Bunu da atsaq, qalacaq onda Y variantı. Çünki etilen qlikol 2 atomludur, gliserin də 3 atomludur. Şərtimizə də uyğun gəlir. 29. Molekulunda eyni sayda karbon atomu olan doymuş 1 atomlu, 2 atomlu və 3 atomlu spirtlər üçün hansı ifadələr doğru deyil? Burada bir şey göstərmişdim, baxaq bura. Deməli, bax, bu hissəni yəqin görürsünüz. Buradan danışırıq. Doymuş 1 atomlu, 2 atomlu, 3 atomlu spirtlərdə hidrogenlərin sayı bərabərdir. Hidrogen atomlarının sayı bərabərdirsə, bu doğru cavabdır. Hidroksil qrupların sayı bərabər deyil, o H1-2-3-dür. Karbon şütə payda bərabər ola bilməz, çünki oksigenlər getdikcə artırlar. Doğru deyil deyirsə, cavab olacaq 1 və 3. Yəni Y variantı. 30-cu misalda da nə doğrudur? Çox atomlu, 1 atomlu, 2 atomlu, 3 atomlu spirtlər üçün doğru olan hidrogenlərin sayının bərabər olması idi. Bundan qabaq da göstərmişdik. Hidrogenlərin sayı müxtəlifdir deyir. Onda bu oldu səhv. Hidroksil qrupların sayı müxtəlifdir, doğru. Karbon kütlə payı müxtəlifdir, doğru. Cavab olacaq 1 və 3. C variantı. Eyni sayda karbon atomu olan doymuş 3 atomlu alifatik spirt molekulunda atomların sayını müəyyən edin. 3 atomlu spirtin formulu 31-ci misalda CN H2-1 OH3. CN H2-nə qədər atomların sayı 3N, OH-ın içərisində 2-ni 3-ə vuranda 6, bir də çıxanda 5 atom qalacaq. Olacaq 3N plus 5, yəni D variantı. Hansı 32? Hansı reaksiya nəticəsində doymuş 2 atomlu spirt alınar? 2 atomlu spirt alınar, demək, burada sink varsa, burada xlorlar çıxacaq, alken əmələ gələcək. Spirtlərin, qələvilərin spirtdən məhlulunda ümumiyyətlə spirt almaq olmur. Alken və yaxud da alkin alına bilər. Qalıb deyilən Y variantı. 2 atomlu spirt almaq üçün halogen də 2 olmalıdır. 2 atom olmalıdır. Görürsünüz, Y variantı şərti ödəyir. 33. Etil spirti, yəni C2H5OH və gliserin 9,2 qram gliserin. Gliserin də olsun, orada formulu var. Yıxsam bir yerə bunu C3H5OH3 edəcək. Artıq miqdarda natriumla reaksiyasından. Deməli, etil spirti 1 atomludur. Natriumla reaksiyasından 0,5 H2 əmələ gətirir. Gliserin 3 atomludur. Natriumla reaksiyasından 1,5 mol H2 əmələ gətirir. Burada etil spirtin kütləsi yoxdur, amma gliserinin kütləsi var. 9,2 qram. Gliserinin özü də 92 verilib. Cəmi 6,72 litr hidrogen ayrılıb. 6,72 litr 0,3 mol deməkdir. Biz birinci tapırıq ki, etilen gliserindən neçə mol hidrogen əmələ gəlib. Bu da olsun 1,5, tənasib qurduq. X bərabər olacaq 0,15 mol. 0,15 mol biz amma ümumi hidrogen 0,14-dür. 0,14-dən 0,15 çıxanda elə 0,15 qalır. Həmin %15 deməli etil spirtindən alınan hidrogen imiş. Özü də 0,15 mol. Neçə qram etil spirti olub? Bu olsun x qram, bu da olacaq 46. Buradan x axtarsaq tamı buradan atsa, bu tam da buradan getsə, 1,5-i 5-ə bölündə 0,3, onda x bərabər olacaq 46 vur 0,3. Bu da bərabər olacaq 3 6-ın 18, 3 4-ün 12, 13,8. Yəni C variantı. Etilendən C2H4-dən 80% çıxın işimiz yoxdur hələlik. Neçə qram etilen glikol alınır? Etilen C2H4, etilen glikol C2H4OH2-dir. Danışmışdıq sizdən.
Karbonların sayı bərabərdirsə, ortada qalan maddələr, aralıq məhsullar ehtiyac yoxdur. Reaksiyanı bir dəfə də yaza bilərik. Əmsallarımız da doğrudur. 11,2 litr, bu da olsun 22,4. 80% işimiz yoxdur hələlik. Neçə qram? X qram, bu da verilib 62. X olacaq 31 qram. 80% çıxımdan deyirsə, çıxım məsələlərində X-in, tənliyin hansı tərəfdə olmasına baxırdıq. X sağda olanda aldığımız cavabı məsələnin faizinə vırıb 100-ə bölürdük. Sıfırlar gedir, 8 birin 8, 8 üçündə 24, ona da böldüm 24,8, yəni C variantı. %35-ci misal. Molekulunda 2 ədəd ikili və 1 ədəd üçlü. Demək, 2 ədəd ikili, 1 ədəd üçlü karbon olan doymuş bir atomlu spirtin buxarlarının hidrogenə görə sıxlığı, 2 atomlu spirtin. Doymuş 2 atomlu spirtin formulu CnH2nOH2. Bunun buxarlarının hidrogenə görə nisbi sıxlığı, yəni 2-yə bölsə, eləməlidir 59. 59. CnH2nOH2 14-ün üstə gəl 34 idi emiri, bərabər 259-un 108, yox, 118. 118, 14n bərabər 118-dən çıxanda 34-dür, 4 bir yadda, 84, n olacaq 6. 6 karbon olmalıdır və onun 2 dənəsi, 2 ədədi ikili olmalıdır, 1 ədədi də üçlü olmalıdır və 2 atomlu spirt olmalıdır. 6 karbon. Baxın şöyle, B variantında karbonların sayı 6 deyil. Bu ataq bunu. D variantında da karbonların sayı 6 deyil. Bunu da variantlardan çıxardaq. Y variantında 1, 2, 3, 4, 5, 6. Demək 1, 2, 3, 4, 5, 6, 7 karbon var. Bu da cavab ola bilməz. C variantında 1, 2, 3, 4, 5, 6 karbonumuz var. Bu cavab ola bilər. A'da 1, 2, 3, 4, 5. Deməli 1, 2, 3, 4, 5, 6 karbon var. Düz saymadım desəm. 1, 2, 3, 4, 5, 6, 7 karbon. Bu da ola bilməz. Cavab C variantıdır. İndi dəqiqləşdirək. 1 ədəd ikili karbon. Yox, 2 ədəd ikili karbon. Baxın, bu CH ikili karbondur. Sağda solda karbonu var. Bu CH2 də ikili karbondur. Sağda solda karbonu var. Bu C isə üçlü karbondur. Çünki 3 karbona birləşib. Cavab olur C. %36. Su və 2 mol 2 atomlu spirt. Su və 2 atomlu spirt. Yəni CnH2nOH2. 2 mol 2 atomlu spirt imiş. Bu oldu 2 mol. Özü də 1 moldur. Artıqlaması götürülmüş natrium metallər reaksiyasından 8 mol hidrogen ayrılmışdır. 2 atomlu spirtin 1 molundan natriumla reaksiyada 1 mol hidrogen ayrılır. Cəmi 8 mol ayrılıbsa, əvvəlcə etilen 2 atomlu spirtdən nə qədər alındığını tapaq. Buraya yazacaq məsələn x mol, bu da 1 mol. Tənasib qursaq, x edəcək 2 mol. Deməli, 2 mol spirtdən alınıbsa, yerdə qalacaq 8-2, yəni 6 molu. Həmin 6 mol da sudan əmələ gələcək. Biraz işi asanlaşdırıram, baxın. Suyu yazıram HOH. Fikir verirsinizsə, HOH da bir atomlu spirtlər kimidir. OH-ı bir ədəddirsə, demək, bunun da 1 molundan 0,5 mol H2 əmələ gələcək natriumlu reaksiyasından. Bizə 6 mol H2 qalıbsa yerdə, bunu yazırıq, demək, hidrogen üzərindən 6 mol, özü 0,5 mol. Neçə mol su olmuşdu? Buraya yazdıq, məsələn, bir dənə Y mol, bu da olsun 1 mol. Tənasib qurduq. Y bərabər olacaq 6 bölü 0,5, yəni 12.
Demək, haradan yazım? Buradan yazdım. Y də bərabər olacaq 12 mol. Bax, cavabımız da oldu 12. Buradan demək, biz dediyim kimi suyu bir atomlu spirt kimi göstərdim. Bir atomlu spirtdən də 0,5 mol H2 ayrıldı. Yəni, reaksiyaya ehtiyac qalmadı. Sonra əmsallaşdırmaq falan sizi yormasın. 12 cavab oldu D variantı. 37. 2 mol bir atomlu spirt. 2 mol bir atomlu spirt. Bir atomlu spirt yəni CnH2n plus 1 OH. 2 mol 2 atomlu spirt. CnH2nOH2. Natriumdan qarşılıqlı təsirindən neçə mol hidrogen ayrılar? Bir atomlu spirtdən 0,5 mol, 2 atomlu spirtdən isə 1 mol H2 ayrılır. Bizə hər ikisi 2 mol verilib. Deməli, etil bir atomlu spirtin 1 molundan 0,5 ayrılıbsa, 2 molundan da 1 mol ayrılacaq. Bu belə. 2 atomlu spirtin 1 molundan 1 mol ayrılıbsa, 2 molundan da 2 mol ayrılacaq. Və cəmi eləyəcək 1 ilə 2-nin cəmi 3 mol hidrogen. Yəni D variantı. 38. Doymuş 2 atomlu spirt. CnH2nOH2. Natriumla qarşılıqlı təsirlə reaksiyasından 12 qram alkoqoliyyət əmələ gəlib. Deməli, biz natrium bura əlavə edəndə natrium OH-dakı hidrogenləri əvəz edir. Olur CnH2nOH2 üstəgəl 1 molda H2. Bax, bu oldu natrium alkoqoliyyətimiz. Bu da spirt. 0,1 mol spirtdən 12 qram alkoqoliyyət əmələ gəlib. Özü 1 moldur. Alkoqoliyyətin emiri olacaq 14N, yəni CnH2-nin hissəsi. Üzr istəyirəm, uşaqlar, burada natrium yazmalıydım. İçində silə düzəldək. O, natrium 2. 14-ün üstə gəlinsin, natrium 23, o da 16. 39, 2-yə də vuranda olacaq 78. Tənasüb yarandı. Vergül atsam bu olacaq, vur 10, yəni 120. 14N üstə gəlinsin. 78 bərabər 120-yə, 14N bərabər 42, N də olacaq 3. Spirtin neçə karbon atomu var? 3. 39. Doymur 2 atomlu spirt. Doymur 2 atomlu spirt CnH2n-1 OH3 və alkan. Alkan da CnH2n plus 2. Karbonları sayı N, yəni bərabərdir. Bunlar da bərabərdirlər. Molyar kütləsi. Bir də alkanın mol. Alkanın molyar kütləsi 14N plus 2-dir. 3 atomlu spirtin də molyar kütləsi 14N plus OH 17-dir. 3-ə vursam 51, 1-i çıxsam buradan qalacaq 50. 2 verirsə bunların emirləri arasında 48 vaid fərq var. Biz X axtarırıqsa, X-dən də nəyə göstəriblər? Alkanı göstəriblər. Demək, X-i M-lə ifadə etsək, bu da M-dirsə, onda X bərabərdir. M-lə çıxmalıyıq ki, 48-i 14-ün üstə 42-yə bərabər olsun. Cavab olacaq B variantı. Eyni şey 40-cı testdə də var. Alken. Alkenin formulu CnH2-dir, emeri 14N-dir. Doymuş 3 atomlu spirti yazdıq yuxarıda. CnH2n çıx 1 OH3. Bunun da emeri 14N plus 50 idi. Bunu göstəriblər M-lə, bunu göstəriblər X-lə. Biz X axtarırıqsa, demək 14N-in üzərinə, yəni M-in üzərinə 50 əlavə eləməliyik ki, M-in üzərinə, bir dəqiqə. M-in üzərinə 50 əlavə etməliyik ki, 14N plus 50 olsun. Olacaq cavab M üstə gəlinsin 50, yəni D variantı. Eyni bu misaldandır. Alkin CnH2n-2, emeri 14N-2-dir.
Doymuş 2 atomlu spirt, yəni CnH2nOH2. Bu da 14-dən üstəgəl 34 idi. Niyə? 17-ni 2-yə vurmuşduq. Bunu göstəriblər M-lə alkini, spirti göstəriblər X-lə. Alkinlə spirt arasında 36 volt fərq var. Biz X axtarırıqsa, M-in üzərinə 36 gəlməliyik ki, bax, bu formul kütlə əmələ gəlsin. Yəni, B variantı. 42. Alkan, yəni CnH2n üstəgəl 2, molyar kütləsi 14n üstəgəl 2, doymuş 2 atomlu spirtin də molyar kütləsi deməli, ümumi formunu yazım yenə EB yox, CnH2n OH2, bu da bərabər 14n plus 34. Bu göstəriblər M, bu da ki X-lə. X-i axtarırıq, arada 32 vahid fərq var. Deməli, X bərabərdir. M-in üzərinə 32 gəlsəm, X-a bərabərləşər. Yəni, C variantı. 43. Deməli, X, Y, Z spirtləri verilib. Doymuş spirtlərdir. Karbon atomlarının sayı n üstəgəl 1-dir, OH-lar 1 dənədir. Burada 1 OH varsa 1 atomlu spirtdir. Yəni CnH2n plus 1 OH. 2 atomlu spirt Y olacaq. Çünki 2 OH qrupu var. CnH2n OH2. 3 OH qrupu varsa bu da olacaq CnH2n minus 1 OH3. Sigma rabitələrin sayını A ilə göstəriblər. B ilə, bunda C ilə. Sigma rabitə atomların sayından bir vahid azdır. Birinci atomların sayını tapaq. Birinci bir atomlu spirtdə CnH2n 3 atom, 3n daha doğrusu üstə gəlinsin. 1, OH da 2, 3. 3n üstə gəl 3 atomları varsa, onda sigma olacaq 3n üstə gəl 2, yəni bir vahid az. Açıq zəncirli maddələrdə ümumi sigma atomların sayından bir vahid az idi. Demək, ikinci 2 atomlu spirtin yenə atomları 3n üstə gəlinsin 4 edəcək. Çünki o H2 çəvrını 4 eləyir. Amma sigma 1 vahid azdırsa, olacaq 3n üstə gəl 3. C-də də atomların sayı yenə 3n plus OH 3-ə vuranda 6, çıxanda biri qalır 5, onda birində 1 çıxırı qalır 4 dənə sigma. Bunların cəmin soruşur bizdən. ABC-ni toplasaq, olacaq 9n üstə gəlinsin, neçə? 9. Şərtdə deyirdi, amma karbonların sayı hamısında n plus 1-dir. Yəni, n-in yerinə n plus 1 qoymalıyıq. 9, n plus 1 plus 9, bu da olacaq 9n üstə gəlinsin 18. Yəni, C variantı. 44-cü misal da eyni bu testlə bağlıdır. Buna oxşardır. Şərtlər hamısı yerindədir. Atomların sayı ABC-nin atomlar sayını tapacaq indi. 3n üstə gəl 2 sigma rabitə idisə, onda atomlar bir vahid çox, yəni 3n üstə gəlinsin 3. B olacaq 3n üstə gəlinsin 4. C də olacaq 3n üstə gəlinsin 5. Atomların sayı bunlar. Hamısını toplasaq, 9n üstə gəlinsin, 3-dən 4, 7, o da 5, 12. Və yenə də karbonların sayını n üstə gəlib 1 yazsaq, burada nə alınacaq? 9n üstə gəlinsin 1 üstə gəl 12. Bu da 9n üstə gəl 21 eləyər. Yəni A variantı. 9n üstə gəl 21. 45. 0,2 molunda, 0,2 molunda 6,4 qram oksigen olan spirt üçün hansı ifadə doğrudur? 0,2 molunda 6,4 varsa, tapmalıyıq 1 molunda nə qədər var? X. X bərabər olacaq 32 qram oksigen. 32 qram oksigen, yəni O2. Yəni 2 dənə oksigen var imiş maddənin içərisində. Söhbət spirtdən gedirsə, bu 2 atomlu spirt imiş onda. CN, H2N, OH2 imiş. 16-ın 2 vuranda 32 oksigen eləsin.
1 molu natriumla reaksiya daxil olsa, 1 mol H2 əmələ gətirər. 1 mol H neçə qramdır? 2 qramdır. Deməli, 1 doğru cavabdır. 1 atomlu spirtdir, səhv idi. 2 atomlu spirtdir, doğrudur. Cavab olacaq 1 və 3 C variantı. Eyni şey, eyni test növü 46-da var. 0,3 molunda 14,4 qram oksigen varsa 1 molunda olacaq x qram. X qram demək, x bərabər olacaq 144 bölünsün 3. 144-ü 3-ə bölsək, 3 4-ün 12, 24 qaldı. 8 üçündə 24. Düz yazılır uşaqlar. 14,4 oksigen spiritin hansı fayda doğrudur? Deməli, nə yazdıq? Baxaq. Hesablama səhv yazmışıq. Çox üzr istəyirəm. Hamısı yəqin yorğunluqdandır. Deməli, 144-ü bölürük 3-ə. 4 üçün 12. Yerdə qaldı 24. 8 üçün də 24. Yəni 48 qram oksigen var imiş. 48 qram oksigen 3 oksigen atomu deməkdir. Yəni 3, 6, 16-ya vuranda 48 edəsin. 3 OH varsa, oksigeni varsa, demək bu 3 atomlu spirt imişsə, formula olacaq CnH2-1 OH3. İndi bunun 1 mol natriumla reaksiya daxil olsa, 1,5 H2 əmələ gətirəcək. 1,5 H2, 1,5 vurulsun 2 olacaq 3 qram. Demək, 1 molu 3 qram H2 əmələ gətirirsə, bu doğru. 2 atomlu spirt deyil, səhvdir. 3 atomlu spirtdirsə, doğru. Cavab olacaq Y variantı 1, 3. 47. 76 qram 2 atomlu spirt. 2 atomlu spirt, yəni CnH2NOH2. Natriumla reaksiyasından, 2 atomlu spirtin natriumla reaksiyasından 1 mol H2 əmələ gəlir. 76 qramdan əmələ gəlib 22,4 elə bu 1 mol deməkdir. Spirtin də emiri 14, n üstə gəl 34, elə bu da 1-ə bərabərdirsə, deməli 14 n üstə gəl 34 bərabər 76, 14 n bərabər 42, n də olacaq 3. 2 atomlu spirt deyilsə, n-i yerinə yazsaq olacaq C3H6OH2. Yəni A variantı. 48. 45 qram doymuş 2 atomlu spirt. 2 atomlu spirt, yəni CnH2NOH2. Yenə natriumla reaksiya daxil olanda 1 mol H2 əmələ gəlir. Şərtdə deyir ki, 45 qramından 11,2, yəni 0,5 mol əmələ gəlib. 14 n üstə gəlinsin 34 molyar kütləsi emiri, bu da oldu 1 mol. Getsə aşağıda qalacaq 2, 14 n üstə gəlinsin 34, 45-də 2 varanda 90, 14 n bərabər 56, n də olacaq 4. Demək, n4-dirsə 2 atomlu spirt olanda olacaq, bu da C4H8OH2. Yəni A variantı. 49. Bir atomlu və 2 atomlu spirt verilib. Molekulunda karbon atomlarının hibrid orbitalları bərabərsə, demək karbonları bərabərdir. Yəni CnH2n bir atomludursa birincisi plus 1 OH, 2 atomlu da olacaq CnH2NOH2. Hibrid orbitalların sayı bərabər olmaq, karbonları bərabər olmaq deməkdir. Molekulunda polyar kovalent rabitələrin sayını axtarırıq. Deməli, polyar kovalent rabitə müxtəlif qeyri-metal atomlar arasında idi. Bu da hidrogenlərin sayı polyar kovalentdir. 2n üstə gəlinsin 2. Bir də oksigenin sayı 1. Yəni 2n üstə gəl 3. 2n üstə gəl 3.
CnH2NOH2-də hidrogenlərin sayı 2n üstəgəl 2, bir də oksigenlərin sayı. Bu da olacaq 2n üstəgəlinsin 4. Arada 1 volt fərq var. Birincini B ilə göstəriblər, ikincini X ilə göstəriblər. Biz X axtarırıqsa, onda B plus 1 olacaq. B plus 1, yəni A variantı. 50-ci misal. 50 belə şifayədir, buradan taparıq. Deməli, CH4-dən başlayaq, X-i tapaq. CH4-də H-xlor gələndə eləyir C2H5 xlor. CH5 xlor A-da yoxdur, C-də yoxdur, Y-də yoxdur. Bunlar ola bilər. Sonra CH5 xlor X-dir, üzərinə qələvə gəliblər, suda məhlulu. Onda kaliumla xlor çıxırdı, OH, bir dəqiqə. Kaliumla xlor ayrılıb çıxırdı, OH gedirdi xlorun yerinə. Yəni alınacaqdı C2H5OH. CH5OH, D variantda CH5OH yoxdur Y üçün. Cavab onda qalır B variantı. Molekulunda 3 ədəd birli karbon atomu olan doymuş 2 atomlu spirtin. Doymuş 2 atomlu spirt, yəni CN, H2N, OH2. Buxarının heliuma görə sıxlığı, yəni böldü heliuma 4-ə bərabər eləməlidir 26. CnH2N 14N üstəgəl OH eləmişdi 34. 4-ü 26-ya varanda 104. 14N bərabər 70, N olacaq 5. 5 karbonumuz olmalıdır. A-da 5 karbon var. Bizə nə deyirdi? 3 ədəd birli karbon. Bu birli karbondur. Bu da birli karbondur. Amma başqa birli karbon yoxdur burada. Qalanları ikilidir. 3 ədəd birli karbon yazın buradan. Deməli, 3 ədəd birli karbon olsun. Deməli, 51A olmadı. 3 ədəd birli karbon. Spirtin növü var idi burada. Neçəli spirt deyirdi? Doymuş 2 atomlu spirtin buxar. 2 atomlu spirt deyir. Deməli, B variantında OH bir dənədir. Bu bir atomlu spirtdir. B-də olmaz. C variantında 2 dənə OH var. 3 ədəd birli axtarırıq. CH3 birlidir. Bu CH2 də birlidir. Çünki bir karbona birləşib. Bu CH3 də birlidir. Bu da bir karbona birləşib. Şərtimizi C bəndə ödəyir. Doğru cavabdır. D variantına baxsaz, baxın, birli karbon, birli karbon, birli karbon, 4 dənə birli, bu da olmaz. Y variantında 1, 2, 3, 4, 5, 6 karbon var. Biz 5 karbon tapmışdıq. Ona görə cavab elə C variantı qalacaq. 52. Hidroksid qrupları qonşu karbon atomunda olan, yəni COH, COH. 2 atomlu spirtin 15-12 qramı, maksimum 0,4 mol natriumlu, yəqin bu natriumda A hərfi düşməyib, natriumlu reaks daxil olar. Deməli, doymuş 2 atomlu spirt CN, H2N, OH2 maksimum 2 atomlu olduğuna görə 2 mol natriumla reaksiya daxil olur. Şərtdə deyir ki, 15,2 qramı 0,4 mol natriumdan daxil olur. Spirtin molyar kütləsi 14 plus 34. Bu da 2 molla reaksiya daxil olacaq. Vergülləri atsaq. 4, 2 getdi, qaldı 2. 152-ni 2-yə bölməliyik. 14 plus 34 bərabər 76. 14 bərabər 42. N olacaq 3. Karbon sən 3 tapdıq. Qonşu olması üçün də ikisini yazmışdım. 1 karbon çatmırmış. Bunu da gətirdim, yazdım onun yanına. Onda bu olacaq 1, 2, 3. Propandiol 1, 2. Çünki biri 1-ə, biri də 2-yə birləşib. Propandiol 1, 2. Propandiol 1, 2. Yəni olur Y variantı. 53. 1 mol X-dir. 1 natriumla reaksiyasından əmələ gələn 1 mol hidrogendir. 1 mol hidrogen yaranırsa bu 2 atomlu spirt olmalıdır.
D 1 atomlu spirtdir, Y 1 atomlu spirtdir, A 3 atomlu spirtdir. B-nin də 2 dənə OH qrupu var, bunun da 2 OH qrupu var. Tam yanmasından 4 mol oksigen sərf olub. Bunlardan birini götürək yandıraq. C2H4 OH2 oksigen əlavə etdik. 2 C varsa demək 2 mol CO2 əmələ gələcək. 4, bu da 2. 6 hidrogen varsa 3 mol da su yaranacaq. 2 üçün 4 oksigen, bu da 3, 7 oksigen. 7 oksigenin ikisi OH-ın içərisində varsa çatmır 5-i, onda bu yazmalıyam 2,5. Deməli, spirtimizə 4 mol oksigen lazımdırsa, bu deyilmiş. Yəqin cavab C variantı olacaq. C-ni dəqiqləşdirək. C3H6OH2. Üzərinə gəldi oksigen. 3 karbon varsa 3 mol karbon qazı. 1 mol artıq su əmələ gəlirdi. Oksigen 6, bu da 4, 10. 10 dənəsin ikisi burada varsa 4 də yazsam 8 eləyəcək. Yəni 4 mol oksigen sərf olacaq. Deməli, cavab C variantı imiş. Doymuş spirt 0,1 moldur. 0,1 mol H2 əmələ gətirib. 0,1 moldan 0,1 mol H2 əmələ gətirmək ilə 1 moldan 1 mol əmələ gətirmək deməkdir. Yəni, bu 2 atomlu spirt imiş. Çünki 2 atomlu spirtin 1 molundan 1 mol hidrogen əmələ gəlirdi. Bu da 0,1 deməkdir. Reaksiyadan alınan natrium alkoqolyat. Natrium alkoqolyat alacaqsa 2 atomlu spirtin üzərinə 2 atomlu olduğuna görə 2 mol natrium əlavə edilir və buradan əmələ gələn alkoqolyat olacaq CnH2nO natrium 2. Spirt 0,1 moldursa, əmələ gələn alkoqolyat da 0,1 mol olmalıdır. Və şərtdə deyir ki, bu 0,1 mol alkoqolyatın kütləsi 12 qram imiş. Onda 1 molunun da kütləsi olacaq CnH2n 14n. Natrium 23, oksigen də 16, 39, 2 vuranda eləcək 78. Vergili atsam bura bir vur 10 yazarıq. Olacaq 14-ün üstə gəl 78 bərabər 120, 14n bərabər 42, n də olacaq 3. 2 atomlu spirt n 3 olsun, olar A variantı. 65. Eyni misal, burada da verilib, yox 65 yox uşaqlar, 55. Bundan qabaq 60, 54 yazmışam. 55. Yine 1 mol alınırsa, yine 2 atomlu spirtdir. Və bir dəfəli yazıram. 0,1 molunun kütləsi verilib 13,4 qram. Onda 1 molunun da kütləsi eləyəcək. Yazmışdım burada 14-ün üstə gəlinsin 78. 14-ün üstə gəl 78. Vergülləri atsaq. Deməli 14-ün üstə gəlinsin 78 bərabər 134-də. 14-in bərabərdir. Deməli 134-dən çıxacaq 78-i. Burada qalar 6, 12-dən 1 çıxanda da 7 çıxanda da 5. 56, n də olacaq 4. 4 dənə karbonu 2 atomlu spirt olan D variantı var. 56-cı testə baxırıq. Doymuş spirtlər X1 atomlu spirtdir. Yəni CnH2n plus 1 OH. Doymuş bir atomlu spirtin əmələ gətirdiyi alkoqolyat olur CnH2n plus 1 natrium. Çünki bir atomlu spirt 1 mol natriumla reaksiya edir. 0,1 molu 8,2-dirsə, 1 molu eləyəcək 14n plus O natrium da burada, O natrium. Hidrogeni natriumdan əvəz eləmişik. Bu da eləyəcək 40. Yəni 14n üstə gəlinsin 40 bərabərdir. Vergülləri atsaq 82, 14n bərabər 42, n oldu 3. X-in karbonları 3 imiş. A deyil, D deyil.
2 atomlu spirtin alkoqoliyyatı CnH2nOH2 idi, spirtin özü. Alkoqoliyyatı da CnH2nO natrium 2-dir. Deməli, 0,1-i 12 qramdırsa, 1 molu da 14 N plus, bunu yazmışdıq, bayaq 78 idi, molyar kütləsi. Demək, 14 N plus 78, vergülü atsam, bura bir vur 10 gələcək. Yəni, 120 olacaq, 14 N bərabər 42, N də olacaq 3. Demək, hər ikisinin karbonlarının sayı 3 imiş. 3 variantı olacaq B. 57 eyni sualdır. X bir atomlu spirtli əmələ gətirdi alkoqoliyyat 6,8 demək 0,1 molu 6,8-dirsə 1 molu burada yazmışdım 1 molu 14-ün üstə gəlinsin 40 idi. Bir atomlu spirtin alkoqoliyyatını qeyd eləmişdim burada. 14 N plus 40 vergül atsam bu olacaq 68 14 N plus 40 68 14 N 28 N də oldu 2. Bu bir atomlu spirti üçün 2 atomlu spirtin 0,1 molu verilib 10,6 onda 1 molu 2 atomlu spirtin də molyar kütləsini tapmışdım. 14-ün üstə gəl 78 idi. 14-ün üstə gəl 78. Vergülləri atsam 106 eləyəcək. 14-ün üstə gəl 78, 106. 14-ün bərabər 28. N də oldu 2. Demək, hər ikisinin karbonları 2 imiş. 2-2 variantı olacaq. Y variantı. 58 bu 2 atomlu spirtdir. 2 atomlu spirtlərin ilk nümayəndəsidir. Adı da etilen glikol idi. Gliserindir, səhvdir. İkili spirtdir, səhvdir. Etilen glikoldur və 2 atomlu spirtdir, doğrudur. Cavab oldu 2, 3. 59 3 atomlu spirtdir. 3 atomlu spirtin də adı gliserin idi. Bu spirtin adı. Gliserin doğrudur. 3 atomlu spirtdir, yəni 1 və 3. 60. Etanol və etilen glikol. Etanol C2H5OH, etilen glikol CH2, CH2OH, OH. Ümumi olan ifadələri axtarırıq. Kuprumo ilə oksidləşəndə aldehid verir. Bu bir atomlu spirtlərə aiddir. Bu ümumi olmaz. Lafsan lif istehsalında etilen glikoldan istifadə olunur. Bunu öyrənəcəksiniz irəlidə. Dərsin içində, tətbiqində var idi. Bu, etilen glikola aid, etil spiritinə aid deyil. Bu da ümumi olmadı. Sirkə turşusu ilə reaksiyada mürəkkəb efir əmələ gətirmək bütün spirtlərə aiddir. Deməli, 3 ümumidir. 3 doğrudur. Suda həll olaraq eyni cinsli qarışıq. Bir atomlu, yəni etil spirti də, etilen glikolda suda həll olan spirtlərdir və suda həll olan spirtlər eyni cinsli qarışıq əmələ gətirəcəklər. Bu da doğrudur. Etilenin oksidləşməsindən alınır. Etilenin oksidləşməsindən kalium perimanganatlı suyu rəngsizləşdirmək etilen oksidləşməsi deməkdir. Oradan da etilen glikol alınırdı. Etil spirti alınmırdı. Demək 5 də doğru cavab deyilsə olacaq 3 və 4 ümumi olan cəhət. 61. Etandiol almaq üçün etilen oksid C2H4O-dur. Üzərinə də su əlavə edəndə eləyir C2H4OH2. Biz etilen oksidin formulunu yadınıza gəlirsə CH2 burada bir dənə O yazmışdıq. 3 bucaq kimi. Mən də onu yanında yazdım. Onda da bir şey yoxdur əslində. 310 qram etilen glikol almalıyıq. Özü verilib 62. Neçə qram su? X qram su da 18-dir. Tənasüb qurduq. 310-dan 62 getsə 5 qalır. 5-i də 18-ə vuranda eləyəcək 90 qram. 61 oldu 90.
62-ci misal. Doymuş spirtlər verilib, oksigenləri bir dənədirsə X-da, onda bu bir atomlu spirtdir. Yəni CnH2nOH bağışlayın, bir atomlu spirtdir. CnH2n plus 1OH. Y-in oksigenlər 2 dənədirsə, onda bu 2 atomlu spirtdir. Yəni CnH2nOH2. Karbon atomların sayı bərabərdir, bərabərdir, bu olsun. Y homoloji sıranın ikinci nümayəndəsidir. Demək, bu X idi, bu da Y idi. 2 atomlu spirtlər N bərabər, böyük bərabər 2-dən başlayır. Yəni, N-ə 2 versəm, bu birinci nümayəndədir. N-ə 3 versəm, ikinci nümayəndədir. Demək, ikinci nümayəndədə N3 olmalıdırsa, bunun formunu yazıram buradan. C3H6OH2. Şərtdə deyildi ki, karbonların sayı bərabərdir. Onda bir atomlu spirtin də karbonları 3 dənə olmalıdır. Yəni C3H7OH. X-in molekulunda neytronların sayını tapın. Spirtlərin neytronlarının sayı yadınızdadırsa 6n üstəgəl 8 idi. 6 üçün 18, yəni 6-nı vururuq 3-ə, üstünə də 8 gəlirik, olur 26 üçün 18, o da 8, 26. Cavab olacaq 26. Düsturu yaddan çıxarda bilərsiniz də, həyatın işini eləmək olar. Onda nə edərik bəs? Hidrogenlərin neytronları yoxdur. Karbonda 12-dən 6 çıxanda qalır 6 neytron. Karbondan da say 3-dürsə 6-nı 3-ə vurarıq. 16-dan da 8 çıxanda qalır 8 neytron. 8 də üstünə gələrik, olar... Yaxşı yazmadım 8-i. 6 üçün 18, o da 8, 26 eləyər. 63. Yenə həmin şərt verilib. Yəni, bir atomlu, 2 atomlu spirtdir. Həmin şərtdirsə uşaqlar da yenidən artı vaxt aparmayaq. Y homoloji sıranın ikinci nümayəndəsidirsə, yenə C3H6OH2 olacaq. Protonların sayını tapın. X-in protonların sayını tapaq. Demək, X maddəsi yenə də C3H7OH-dır. Gəlin, protonlar indi burada verilənlərdən tapaq. Düstur yaddan çıxardıb da elə fikirləşək. 3 karbonumuz varsa vurarıq 6-ya, çünki 6 proton var. Hidrogenimiz 7 ilə 1, 8 dənədir. 8-i vurarıq 1 ilə 8. Oksigen də protonu 8-dir. Neçə eləyəcək? 3, 6 ilə 18 plus 16. Bu da olacaq 34. Amma protonların sayı 8n, demək, formulda yazım çıxardım istəyirsiniz. Siz də görün. Demək, spirtin formulu CnH2n plus 1OH idi. CnH2-nin protonları 8n idi. Bir proton bu hidrogenin, bir proton bu hidrogenin, 8 hidrogenin, oksigenin də protonu varsa 8n plus 8. Bu da bərabər 8 vurulsun 3, üstə gəlinsin 8, 24, o da 8, 24. Ay, uşaqlar, nə səhv oldu? Bir dənə təzədən baxaq. 3, 6, 18, hidrogen də 8 idi. 18-dən 8. Deməli, 18, üstünə gəldi 8, bir də 16. Cavab oldu 34. 8 üçün 24. Üstə gəlinsin, uşaqlar, baxın, bir proton bunda var, bir də burada 8 oksigendə varsa, üstə gəlinsin 10 olmalıydı burada. Üstə gəlinsin 10. Bu da olacaq 34. Yəni, həmin cavabı verəcək. Belə. 64-cü sual sonuncu sualımızdır. 18 qram doymuş 2 atomlu spirt. Doymuş 2 atomlu spirt CnH2nOH2. Natriumla reaksiyasından bildirik ki, 1 mol H2 əmələ gətirir. 18 qramından deyir 0,2 mol hidrogen əmələ gəlib. Spirtin emiri 14-dən üstə gəl 34 idi. Bu da 1 mol əmələ gətirib. Vergülü atsaq, bu olacaq 18 vur 10. Yəni 14-dən üstə gəlinsin 34 bərabərdir. 2 ilə də 18 getsə 6 qalacaq. 6 nə idi? 9 qalacaq.
9-u da 10-a vırsaq olacaq 90. 14-in bərabər 56 endi eləyəcək 4. Spirt molekulunda neçə karbon var? Demək 4 karbon var imiş. Bu da sonuncu misalımız. Növbəti dərslərimizdə də fenollara baxarıq.